Dostlar, davam edirik biz kitaba baxmağa. Çünki bu kitab vacib kitabdır. İndi gələcəkdə görəcəksiniz videolarda da. Ən xoşladığım kitabdır. İkinci hissəsi də davam edir. 30-cu səhifədən birinci hissədə 30-cu səhifəyə üçün baxdıq, oxuduq. İndi ikinci hissədə biz davam edirik. Deməli, gördüyümüz kimi belənci 9-un kvadratı götürəndə, yəni spiralvari hərəkətdə, spiralvari hərəkət nə idi? Bilirik artıq. O piramidaya baxıb götürülür. Onun ən əsas hissəsi bu 9 hissəsinə düşən. 9 hissəsindən də əlavə, gəlin belə bir söz deyimsə, sol tərəfdə küncə düşən hissəsidir. Deməli, biz oxuyuruq və davam edirik. Sol tərəfdəki şəkildə mərkəzdəki nömrəyə baxın. Bir nömrəsini görə bilirsinizmi? Sual verin. Qan 9 kvadratı mərkəzdə bir nömrə ilə başlayır və sonra spiral formada xaricə doğru böyüyür. Bu hər layla daha da genişlənən bir piramida kimidir. Beləliklə, mərkəzdə bir nömrəsi piramidanın zirvəsidir və bazarda spiralvari şəkildə xaricə doğru dönüş edir. Spiral naxışı səbəbindən buna qan təkəri strategiyasıdır deyilməsi açıq-aşkar bir şeydir. Deməli, buna qan təkəri də deyirlər. Yəni, bu metoda spiralvari gedişə qan təkəri də deyirlər. El arasında, yəni. Sonra, getirir növbəti bu hissəyə, haradadır bu? Növbəti bu hissəyə fikir veririk. Deməli, inkişaf, William Qan tərəfindən inkişaf etdirilmiş güclü bir ticarət alətidir. Yəni, birinci. İkinci, o, həmçinin qanın piramida ticarət metodu və qanın dönər metodu kimi tanınır. Cürbəcür adlarla tanınır bu üsul. Üçüncü, qan 9 kvadratı bazarın vacib dəstək və müqavimət nöqtələrini tapmaq üçün istifadə olunan bir alətdir. 3. 4. Qan 9 kvadratı tək başına bir ticarət strategiyası kimi istifadə edilməməlidir. Görürsünüz, burada yazılanlar. Davam edirik. Burada nədir? Deyək ki, deməli, birinci nədir bu? 9 rəqəmi ən yüksək tək rəqəmdir və onun sonluq və yekunlaşma mövqeyini ifadə edir. İkinci, Hindu astrologiyasında Navarxaq 9 səma cismi, 9 səma cismi orada var və ya səma təsir edənləri nəzərə tutulur. Günəş, ay və müxtəlif planetləri daxil olmaqla. Bu 9 varlığın insan həyatına və taleyinə təsir etdiyi düşünülür. 3. Yəni, üçüncü nədir? 9'un qatları müəyyən bir naxış izləyir. Deməli, necədir? 9, 18, 27, 36 və s. Hər bir rəqəmləri isə toplandıqda 9 olur. Fikir verin, 2 ilə 7 toplanır, 2 ilə 7 toplanır, olur, yəni 9. Sonra, məsəl üçün, 36-da 3 ilə 6 toplanır, olur 9. Fikir verirsinizmi? Baba, bu hissədən söhbət edirik. Baba, diqqətlə qulaq asın. Deməli, sonra 4-cü, hər hansı bir rəqəmi 9 ilə vurduqda hasilin rəqəmlərinin cəmi həmişə 9-a bərabər olur. Maraqlıdır. 9 ilə vurduqda, baba, bu
bunu göstərir. Deməli, 9 vur 2 eləyir 18. 1 ilə 8-i toplayanda 9 eləyir. Fikir verirsinizmi? 9 vur 5 eləyir 45. 4 ilə 5-i toplayanlara eləyir 9. 9 vur 8 eləyir 72. 2 ilə 7-ni toplayanda eləyir 9. 9 vur 12 eləyir 108. Toplayanda eləyir 9. Gördünüzmü? Kitab bizim VIP qrupumuzda paylaşılıb. 9 rəqəmi önəmli rəqəmdir. Görürsünüzmü? Bu silləri sizə heç kim deməyəcək. Heç kim. Heç kim sizə bu silləri deməyəcək. Məndən başqa. Hansı rəqəmi 9 ilə vurmağınızdan asılı olmayaraq hasilin rəqəmlərinin cəmi həmişə 9 olacaq. Bu unikal xüsusiyyət 9 rəqəminin riyaziyyatda fərqli xarakteristikasını təşkil edir. Görürsünüzmü? Ona görə 9-un kvadratı götürülüb. İndi səbəblərini bilirsinizmi? Bu silləri görürsünüzmü? Mən sizə nələri danışıram? Nələri deyirəm? Aha, düşək sonra aşağı. Biraz da düşək aşağı. İndi bu metodlara baxaq. Bu kontekstdə kvadratlaşdırma bir rəqəmi riyaziyyat kvadratını hesablamaq demək deyil. Bu yalnız ədədlərin kvadrat şəbəkəsində spiral riyazi düzülüşü ifadə edir. İndi isə bir söz deyim. Deməli, bu deməmişdən nə? Fikir verin. Bu şəkildə bir dənə fikir verin. Bax, 1 başlayır, gedir 2, 2, 2, 2 və dövr. Bax, bu birinci dövr sayılır. İkinci dövr başlayır ondan. Bax, mən sizə o dəfə kitabda göstərmişdim, ondan 25 yekun. Bu ikinci dövrdür. Üçüncü dövr başlayır 26-dan. Bax, bunlar hərəsi bir dövrdür. Bax, hər bir dövr başlayır bu tərəfdə. 9-dan. 9 tərəfdən başlayır. Yəni, ona görə bu hissə önəmlidir. Dövrün başlamağı buradan başlayır. Bax, bu hissədə. Hər bir dövrü. Həmən formatı da deməli, burada yəni onu izah edir. Bax, bunu bilin. Hər bir dövrün başlamağı beləncidir. Deməli, 9, 5 ölçə malikdir. Bunu deyib, bu 9, şimdi bu getdi. Bir də gəlir buradan, deməli, razmerə görə ölçülərini seçsəm, var razmer bu qədər olsun, razmer bu qədər olsun. Bu razmerə görə götürülüb. Orada da Godzilla proqramında da biz razmeri düzəldə bilirdik. Sağ, yəni neçə dənə kvadratlar olsun. Məsələn, istəsən birində artıracaqsan, birində artıracaqsan. Məsələn üçün, razmer böyük olan. Yəni, o metod izahıdır, yəni o. Deməli, indi artım anlayışı gəlir, yəni solda. Qan 9 kvadratının bir artım olduğu deyilir. Bunun səbəbi hər addımda dəyər baxımında bir artmasıdır. Yəni, burada biz bir dənə fikir verib. Burada deməli, bütöv rəqəmlərdir. Burada isə hissə rəqəmlər, nöqtə ilə bax, 1, 0,2. Burada göstərib 0,10, bir dəqiqə, 0,2 ilə artım gedir. Bax, burada 4, 6 o artım. Onu biz yəni düzəltmirik. Yəni, biz sadəcə bütöv rəqəmlərlə işləyəcəyik ki, rahat olsun bizim üçün. Любой moment, yəni istədiyin moment, sən orada mən sizə Godzilla'da göstərdiyim kimi istədiyimiz rəqəmdən başlaya bilər. Məcburdur birdən başlaya. Məsələn, lazım olan yerlərdə indi gələcəkdə onu görəcək, videoda göstərəcək hansı yerlərdən təqribən götürür. Lazım olan yerlərdən götürəcək. Burada məsələn 50-dən başlayıb. 50-dən başlayaraq deməli dövrlər başlayır 50-dən belə deyək, gedir spiral vari. İndi oxuyaq, deməli. Növbəti bu hissədir. Çox maraqlı kitabdır bu. Mənim ən sevimli kitablarımdan biridir. Deməli, baxaq.
Şəbəkənin mərkəzinə 3 nöqtəsinə, deməli, bir rəqəmi yerləşdirin. Birinci dövr, bir rəqəmin dərhal soluna 2 rəqəmi yerləşdirin. Bu birinci dövr başlayır. Baba, bu sizə izah edir. Görürsün, birdən sonra gəlir 2. Bu birinci dövrdür. Mən sizə dediyim kimi 9-dur. Növbəti gəldikdə burada. İkinci dövr, sonra üçüncü dövr, belə. Yəni, bu onu demək istəyir, yəni. Bütün dövrlər, yəni 9 rəqəmi ilə tamamlanır. Həmən bu metodu, baba, sizə göstərdim ki, bu metodu. Mən sizə o biri kitabda göstərmişim, demişdim açıqlaması necə. Bu metodu fikir verin, baba, göstərdimlər. Birinci dövr, bu ikinci dövr başlayır. Ondan 25-ə, 26-dan neçəyə, o şimdi belə 49-a. Baba, hər bir bu hissəyə düşənlər hamısı dövrlər sayılır. Baba, birdən tutmuş 9. Elə də əgər 2-ni götürürsənsə, belənçik gedirik biz, belənçik. Görürsünüz, mən sizə əvvəlki videolarımda onu pulsuz olaraq da izah elədim, yəni. Növbəti dövrlər üçün də davam eləyir, sonra gedik. Deməli, bizdə olan vacib hansı hissədir? Dəqiqə, bu hissə. İndi biz bu hissəyə baxırıq. Bu hissə, deməli, kvadrat, deməli, 9 kvadratındakı unikal ədədlərin düzülüşü, əgər ədədlərin kvadrat kökləri ilə xüsusi bir əlaqə yaradır, hər dövrün sonuncu sayı həmişə mükəmməl kvadratdır. Bu o deməkdir ki, hər dövrün sonuncu sayı tam ədədin öz-özünə vurulmasının nəticəsidir. 1, 9, 25, 49, 81 və s. 2 verin. Baba, göstərdim hamısı. 81 və s. Bunlar tək ədədlərin, qulaq asın, bax, diqqətlə. 1, 3, 5, 7, 9 kvadratlarıdır. Görürsünüzmü? Bu tək ədədlərin kvadratı adlanır. Eyni ilə cüt ədədlərin kvadratı demək olar ki, güzgü əksinə bənzər şəkildə sağ diaqonal üstündə yerləşir. Fikir verin. Bax, 2-dən başlayaraq fikir verin. Görürsünüzmü? Bunlar cüt ədədlərin kvadratıdır. 2, 4, 16, 36 və s. Deməli, tək ədədlərin kvadratı var və cüt ədədlərin kvadratı var. Mavi kvadratlar tək ədədlərin kvadratlarıdır. Mavi tək 1, 9, 25 və s. Axırı tək ədədlə qutarır. Görürsünüzmü? Qırmızı kvadratlar isə cüt ədədlərin kvadratıdır. İndi bu hissəyə baxırıq. Niyə 9 rəqəmi vacibdir? Birinci. 9 kvadrat termini qanın 9'lu kvadratına necə gəldi? Bu 2. Üçüncü. Qanın 9'lu kvadratı müxtəlif ölçülərdə ola bilər. Gələcəkdə onlara da baxacağım. Qanın 9'lu kvadratı necə yaratmaq olar? Qanın 9'lu kvadratı, cüt kvadratı və tək kvadrat nədir? Ki verirsinizmi? İndi isə gedirik biz növbəti, deməli, hissəyə. Hansı ki, bir dəqiqə, bu hissəyə baxırıq biz. Görürsünüzmü? Burada mən sizə dediyim kimi, indi oxumamışın əvvəlsə bilirsiniz, bu hissələr 90'lar sayılır. Bu hissələr, qırmızı hissələr və bu hissələr 45'də sayılır. Ən vacib hissələrdən biridir bu. Əgər düzgün yerin biz təyin eləsək, düzgün yerin təyin eləməsək, biz onu gəlib fiqurlarla təyin eləyək. Vaxtda da növbəti dərslərimizdə olacaq. Deməli,
Bunları elə də oxumağa dəyməz. Getdik növbəti görək nə yazıb. Bunları sadə dildə mən sizə dedim əsas. Soldakı şəkil qırmızı, rəqəmlər önəmlidir. Kitabı kim istəsə bizim VIP qrupumuza gələr. Nəinki kitab, biz gələcəkdə bütün məlumatları VIP qrupumuzda pulsuz paylaşacağıq. Giriş VIP qrupa 100 dedim. Gələ bilərsiniz, ömürlük yəni giriş, həmişəlik. Bütün məlumatlar hamısı orada pulsuz paylaşacaq. Nəyə görə eləmişim? Çünki lağlağı insanlar mən xoşlamıram, ancaq o öyrənmək istəyən insanlar gəlsin. Girişin puludur bu. Qalan bütün məlumatlar orada pulsuzdur. Kim qrupdan çıxmaq istəsə geri qaytarır mı 100 dedirsə. Yəni onu da bilin. Deməli, məlumatlar qrupdan qırağa çıxarmaq olmaz, qadağandır. Deməli, bu məlumatları çox insanlar bilməməlidir. Çünki çox insanlar bilsə, bu məlumatları gələcəkdə mən dediyim məlumatları çox insanlar bilsə, bazar işləmə metodunu dəyişəcək, o da heç kimə sərf eləmir. Ona görə bunu əsas insanlar kimə vacibdir, onlar bilməlidir. Deməli, nə gəlir? Sıralıq, bu əksinə sıralı sözün qərb və bu heç. Burada sadəcə deyək ki, deməli, şimal, cənub, şərq, qərb söhbəti var. Və bunlar da arasında olan kompas kimi başa salır. Yəni heç kompas kimi bunu heç oxumağa ehtiyac yoxdur ki, bu nə? Yəni bunu bu insan belə üsuldan götürüb belə təyin edib. Yəni bu hissəsi şimaldır, bu hissəsi cənubdur. Və s. Yəni belə bir şey metoduna yəni götürüb. Yəni burada da bir dəqiqə gedək. Burada heç buna heç baxmağın yeri yoxdur. Buna yəni baxmağın yeri yoxdur. Hansı formadadır? Bunun bizə elə də önəmi yoxdur. Dəqiqə. Gəldik bu hissəyə çatdıq. Görürsünüzmü? Yavaş-yavaş öyrən. Bax, burada göz 0 dərəcə, o biri kitabda buradan başlayır. Mən dedim, buradan da başlayır. Göz 0 buradan da başlayır. Diqqət yetirin. Yəni, görək nə deyir? Qan hikməti. Zaman və qiymətin mükəmməl harmoniyası 45 dərəcədədir. Qan inanırdı ki, zaman və qiymət arasında ideal tarazılıq qiymətlər zaman oxuma görə 45 dərəcəli bucaq altında yüksələnə və ya düşəndə mövcuddur. Bu həmçinin birim birə bucaq adlanır. Mən sizə dediyim kimi birim birə, yəni burada yazıb sizdə çəkmişdim o ver qanda 45 dərəcə birim birədir. Bax, həmən bu metodu bu deyir. Görürsünüzmü? Bucaq adlanır. Yəni, hər zaman birliyi üçün qiymət bir vahid yüksəlir. Biz bunu daha sonra müzakirə edəcəyik. Görək də daha sonra nə müzakirə edəcəklər. Birim birə bundan söhbət edeyim. Biraz qalxaq. Yəni, bu hissəni oxuyuruq biz. Qan bucaqları dəstə və müqavimət kimi işləyir. Qan hesab edirdi ki, bu ən vacib bucaqdır və o trendin gücünü müəyyən edir. Yəni, qiymətlər bucağın üzərindədirsə, bu bir yüksəliş bazarını, aşağıdadırsa, eniş bazarını göstərir. Hər bir bucaq trendə görə dəstək və müqavimət təmin edir. Onu inşallah biz gələcəkdə videolarımızda qrafik üzərində göstərəcəm. Yəni tələsməyin dostlar. VIP qrupda olanlar üçün olacaq gələcəkdə. İşlətmək metodu və s. onun xırdalıqlarının çoxsunu heç kim başa salmır. Heç kim mənim kimi də sizə deməyəcək. Deməli belə. Yüksəliş trendi zamanı birim birə bucağı əsasən dəstək təmin etməyə meyillidir. O heç bunu keçdik. Sonra görək biz bunu o vaxtda mən sizə deyirdim. Göz hamısını xırda. Başqa sözlə desək, bir bucaq keçildikdə qiymətlərin hərəkət etməsini, sabitləşməsini və növbəti bucaq istiqamətinə doğru irəliləməsini gözləyin. Qan 9 kvadratında hər 45 dərəcə fırlanma zamanı ya bir əsas kəsişmə ya da bir sıra kəsişmə ilə qarşılaşırsınız.
Bu da analizdə əhəmiyyətli nöqtələri göstərir. Görürsün? Aha. İndi biz getdik sonra qalxaq yuxarı görək nədir burada. Aha. İndi biz dostlar bu hissəyə baxacağıq indi. Kardinal xaç nədir? O heç bizə önəmli deyil. Sıralıq xaç nədir? O da önəmli deyil. Qanun bucaqları əsasları, qan bucaqları dəstək və müqavimət kimi istifadə olunur. Sonra 45 dərəcə birim birə bucağı önəmi, sonra xaç və bucaq və s. Bunlar indi gələcəkdə nələrdir? Onları başa salmaq metodları deyilir. Biz 58-deyik. 58-ə çatdıq. Deməli, bəlkə 60-a can öyrənək. Görək nədir? Burada gördüyünüz kimi deməli görsədib ki, və 15 rəqəmi və 19 rəqəmi düşüb 90-lara tərəf. Yəni burada yazıb bizə görə nə yazıb? 9-u kvadrat kontekstində biz belə şeylər deyirik. Məsələn, 19 15-dən 90 dərəcə fərqlidir. Yəni bu o deməkdir ki, 19 15-dən bucaq atsaq görəcək ki, 90 dərəcə fərqlidir. Yəni 15 ilə 19-un arasında 90 dərəcə fərq var. Yəni kübrin 90 dərəcə fərq var. Yəni 9-u kvadrat ədədlərin düzbucaqlı cədvəlində təsvir olunur. Amma mövqeləri və bucaqlı əlaqələri başa düşmək üçün onu dairə və ya bir sıra dairələr içində təsəvvür etmək lazımdır. Yəni onun gələcəkdə biz onların hamısını görəcək. İndi isə növbəti şəkildə buna fikir verək. Baba dostlar, buna fikir verək. Növbəti şəkildə indi 15 ilə 34 eyni hissədədir. Onda biz nətər başa düşürük? Yəni eyni sıradadır, belə deyək, hündürlüyə görə. Deməli, 9-lu kvadrat kontekstində biz belə şeylər deyirik. Məsələn, 19 deməli, vergül qoyub 15-dən 90 dərəcə fərqlidir. O fərqlidir, 19 əvvəlkini deyir. 9-u kvadrat ədədlərin düzbucaqlı cədvəlində təsvir olunur. Amma mövqeləri və bucaqları əlaqələri başa düşmək üçün onu dairə və ya bir sıra dairə içində təsəvvür etmək lazımdır. Yəni bu deməkdir ki, kruq vurub da, yəni bir dövr eləyib, ikinci dövrə gedir. Aha. 60-a çatdın mı? 60-cı 57-yə kimi biz getməliydik. İndi heç nə olmaz. 60-a kimi gəldik dostlar. 60-da biz bu videonu 60-ı da baxıb bu videonu saxlayacağam. Aha. Baba, indi burada necə hesablayır? İndi ona baxacaq. Onu mən yazılı formatında sizə gələcək videoda izah edəcəm. Sadəcə bu axırıncı kitabda indi baxırıq qan haqqında. Sonra biz keçəcək yeni bir mövzulara baxmağa. Narahat olmayın dostlar. Səbirli olmaq lazımdır sadəcə. Deməli, görsədib 34. Deməli, fikir verin. 34 buradadır və 34-ü nə edeyim? Qulaq. 34-dən 15 34 və 15-dir. Deməli, 15 də baba burada. Riyazi şəkildə belə əldə etmək olar. 34-ü orijinal rəqəmdir. 34 orijinal rəqəmdir. 34-ün kvadrat kökü. Yəni bərabəri kök altda saldı. 34-ü saldı kök altda. Və kökdən çıxan qiymət 5.83.090 və s. belə. Baba 34-ü saldı kvadrat kök altda. Sonra bu həmən buna, baba bu həmən buna, çıxdı 2-ni. Alındı 3. Niyə 2 çıxıldı? Niyə 2 çıxıldı? Çünki bu bir partiya dövr eləyib gəlib ikinci partiya çıxıb 2. Mən sizə vərəqdə paylaşmışdım ki,
kimlərsə baxmışdı, riyazi vərəqdə 360-da 2-dir. Ona görə 2 çıxılır tərkibdə. Bu haqqda da biz söhbət edəcəyik. Yenə də mən sizə ətraflı bunu izah edəcəm. Prosta yadınızdaca 360 dərəcə dövr elədiyinə görə, yəni onun üstünə düşdüyünə görə həmən yeri və burada 2 çıxmalıdır. Əgər 180 dərəcə dövr eləsəydi həmən yerdə, onda 1 çıxacaqdı. Bax, bu həmən alınan cavabdan. Çıxılıb 2. Alınan qiyməti vurub kvadrata alınıb 15. Fikir verdinizmi? Gördünüzmü? 34 ilə 15 necə tapıldı? Sadə bir şeydir. Yəni bunu elektron formatları olacaq və s. Gələn videolarımızda dostlar davam eləyəcək. Biz qaldıq 60-cı qeyd edeyim özümdə vərəqdə. Burada 60-cı deməli vərəqdə. 60-da qaldı. Like vurun, bölüşün, paylaşın videonu ki, hamı görə bilsin dostlar. Yəni sizdən asılıdır. Nə qədər çoxlu like olsa, bir o qədər çoxlu videolar çəkmək həvəs olacaq. Heç bir konsept yoxdur burada, görürsünüzmü? Hələ biz getdikcə siz özünüz də şoka düşəcəksiniz, özünüz də nələr görəcəksiniz və siz konseptlərin hamısından imtina edəcəksiniz. Çünki bazarın hərəkətini sizə heç kim danışmır. Yığır boş-boşuna konsept danışır sizə. Mitigation belə gəldi, FVG belə getdi, FVG beləncik uçur, nə bilim, çoş belə gəldi, AMD deyəsən verəcək, nə bilim, 9:30-da bazara gir, nə bilim, Asiya vaxtı belə gəldi, Afrika vaxtı belə getdi, nə bilim, Jupiter planetində gecə saat 2-dən girginə trade və giş-giş şeylər o qədər beynimizi doldular. Elə bu bir şeydə sadə bir şeydir. Elə də çətinlik yoxdur, sadəcə öyrənsən sənin üçün sadə gələcək. Beyni bu boş-boşuna konseptlərlə doldurmaq lazımdır. Hələ mən oxuyuram, sizə hələ bundan əvvəl görürsünüzmü? Hələ mən metodları gəlib tam sizə qrafikdə göstərməmişdən və bəzi mövzuları oxuyuram ki, həm şəkli cəhətdən siz görəsiniz, həm də siz artıq müəyyən bir, belə deyim də, bir 30% heç olmasa anlayışınız olsun. Ki sonra həm də rahat olsun sizə öyrənməyə. Görürsünüzmü necə? Necə metodlarını mən sizə izah eləyə gələm. Mən mövzuları keçirəm. O mövzuları tətbiq eləmək lazımdır. Baxmaq lazımdır, yoxlamaq lazımdır. Mən hələ sizə konsept danışmıram. Elektron formatı olacaq bunun hesablama sistemi, Excel formatı və s. super hesablamaq üçün, yəni eləmək üçün sadə üsul. Bunların hamısını prosta siz biləsiniz də hesablamada ki, sizə rahat olsun. Və siz bu hamısı da, onlar hamısı da paylaşılacaq VIP qrupda. Yəni sizə yenə də deyirəm, VIP qrupda paylaşılacaq. Kim istəyir gələ bilər. VIP qrupumuzda olacaq. Gələn videolara gedər dostlar, like vurun. Növbəti videomuzda biz sizinlə deməli birinci hissədə 30-a kimi öyrəndik, ikinci hissədə 60 səhifə öyrəndik, qaldıq 61-də. Kitab 179 səhifəlikdir.